Avropa Şurası Venesiya Komissiyası sentyabrın 26-sında Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyi açıqlayıb. Komissiya referendum aktını tənqid edib. Rəydə deyilir ki, təklif edilən düzəlişlərin bir çoxu prezidentə görünməmiş səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur. Komissiya ekspertləri hesab edirlər ki, 2009-cu ildən müddətsiz sayda seçilə bilən dövlət başçısının onsuz da güclü mövqeyi nəzərə alınmaqla prezident mandatının 5 ildən 7 ilə dəyərtırılmasının heç bir bəraəti yoxdur. Bundan əlavə prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi parlamentdə siyasi özgəfikirliliyə mənfi təsir göstərir. Bu həm də məhkəmə sisteminin müstəqilliyinə mənfi təsir göstərir. Çünki hakimlərin təsdiqlənməsində parlamentin rolunu zəiflədəcək. Digər hallardan da narahatlıq ifadə olunan ilkin rəy təsdiqlənmək üçün Venesiya Komissiyasının oktyabrın 14-15-də keçiriləcək plenar sessiyasına təqdim ediləcək. Ümumiyyətlə belə təəssürat yaranır ki, Venesiya Komissiyasının rəyi siyasi sifarişdir. Ona görə ki, bu rəy tələsik hazırlanıb. Bu sözləri Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bugün keçirdiyi mətbuat konferansında deyib. O bildirib ki, siyasi sifarişi Aşpada təmsil olunan deputatlar həyata keçiriblər. Biz Venesiya Komissiyası ilə bu cür işləməmişik. Komissiyanın plenar iclasına qədər Azərbaycan hökumətinin rəyi olacaq deyə Şahin Əliyev vurğulayıb. O, Venesiya Komissiyasının rəyini düzgün hesab etməyib. Administrasiya rəsmisi bildirib ki, referendum aktı layihəsinin Venesiya Komissiyasına göndərilməməsinin səbəbləri var. Azərbaycan hökuməti dəyişikliklərin mühüm xarakter daşıdığını hesab etmir. Bu səbəbdən də layihəni Venesiya Komissiyasına göndərmədik. Biz sentyabrın 26-sında keçiriləcək referendum ərəfəsində Azərbaycanda konstitusiyaya dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyini alqışlayırıq və Azərbaycan hökumətinin referendumu keçirməzdən öncə bu rəyi nəzərə almağa çağırırıq. Bu sözləri ABŞ nümayəndə heyətinin rəhbəri Michael Kozak ATƏT-in insan ölçüsü üzrə müşavirəsində deyib. Biz həmçinin hakimiyyətə təklif edilən düzəlişlərlə bağlı açıq ictimai diskussiyalar üçün əlverişli şəraitin yaradılmasına, söz və assosiasiya, eləcə də dinc toplaşma azadlığı hüququna hörmətlə yanaşmağa çağırırıq deyə o vurğulayıb. Sentyabrın 11-i və 17-si mitinqdə iştirak etdiyimizə görə ailəmizə təzyiqlər edilir. AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli belə deyir. O bildirir ki, Saatlı rayon icra hakimiyyətinin başçısı Siracəddin Cabbarov atasını döyüb təhqir edib. Stat: İlham Əliyevin öz simaları olan icra başçıları hər rayonda mitinqdə iştirak edənlərə alçaqcasına təzyiq edirlər. 2 gündür ki, icranın nümayəndəsi atamın iş yerinə gələrək ondan mitinqdə iştirakının səbəbini soruşub. Atam bunun onlara aidiyyəti olmadığını söyləyib və həmin adamı iş yerindən uzaqlaşdırıb. Bugün isə atamı iş yerindən polis gücünə icra hakimi Siracəddin Cabbarovun kabinetinə aparıblar. İcra başçısı atamı küçə söyüşləri ilə təhqir edib. Atam cavab qaytardığı üçün polis rəisi ilə birgə onu döyüblər. Statın sonu. Ruslan Nəsirli bununla bağlı aidiyyəti qurumların tədbir görməsini, təqsirkarların cəzalandırılmasını istəyir. Meydan TV məsələyə münasibət öyrənmək üçün Saatlı rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının köməkçisi Zaur Əsədov məlumatın yanlış olduğunu bildirib. Lerik rayonunda torpaq sürüşməsi olub. APA'nın məlumatına görə hadisə Lənkəran-Lerik yolunun 27-ci kilometrliyində qeydə alınıb. Sürüşməyə son günlər cənub bölgəsinə yağan yağışın səbəb olduğu bildirilir. Belə ki, dağlardan gələn lil palçıq magistral yola tökülərək nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradıb. Eni 6 metr olan yolun üst qatı da sürüşməyə məruz qalıb.